sınaq 12-ni izahı verirəm. Başlayaq birinci sualdan. Deyir ki, ifadəsi çox hədli olarsa, eni mümkün qiymətləri cəmini tap. Biz bilirik ki, çox hədlinin üzərində x-in üzəri mənfi ola bilməz. Yəni, kəsr ola da bilməz. Onda 35 böl n, n-in qiymətləri nədir? 1, yəni 35-in bölənləri 1, 5, 7, 35, düzdürmü? Bəs n çıx 6 da var. N çıx 6 varsa, bu da mənfi ola bilməz, müsbət olmalıdır. Bu da 6-dan böyük olmalıdır. 6-dan böyük olsa, da 1 ilə 5-i götürmürük. Deməli, cavab olacaq 7-nin 35. Amma n-in mümkün qiymətləri cəmi soruşur. Cavab olacaq 42. B variantı. Keçirəm ikinci suala. 60 dərəcəlik qövsün uzunluğu. Qövsün uzunluğu düsturu tez ağlıma gəlməlidir. Düsturu çox yaxşı bilməliyik. 1 alfa bölü 180. Onda bizə deyir, bu 2 pi-yə bərabərdir. Burada pi ilə pi getdi. Alfanı da bizə verib 60. Baxın. Bununla bu getdi 3. 3-ü də 2-yə vuranda radiusu nə oldu uşaqlar? 6. Cavab C variantı. Qiymətləri yerinə qoydum, cavabı yazdım. Uşaqlar, üstlərə baxın. Üstlər nədir? Mənfi 1. Biz bilirik ki, üstlərə vurulmalıdır da. Vur 2. Bu da bizim cavabımız nə olacaq? 2 vur mənfi 2, mənfi 4. O da deyəcək mənfi 8. Deməli, mənfi 2 üstündə mənfi 8 oldu. Cüt olduğuna görə, yəni 8 cüt olduğuna görə olacaq üstü 8 bu cür. Cüt olduğuna görə müsbət olmalıdır. 208 də bizə verəcək. Deməli, 32, 64, 256. Cavab 1 bölünsün 256 A variantı. Yəni, üstlər vurduq və çevirdik. Dördüncü sualda x-in kvadrat çıxılsın 4x plus b. Biz bilirik ki, burada Viet teoreminə görə kökləri cəmi nədir? 4-dür. Bəs kökləri fərqi nədir? 6-dır. 6-a toplasam 2x1 bərabərdir 10, x1 də bərabərdir 5-ə. Onda x2 nəyə bərabər imiş? Mənfi 1-ə. Yəni, bu 5-dirsə, gəlib mənfi o ki, cavab 4 olsun. Bizdən p-ni soruşur. P-də kökləri hasili idi. Biz tapmışıq 1-in 5, 1-in tapmışıq mənfi 1. Cavab nə oldu? Mənfi 5, B variantı. 5-ci sual. Perimetri 18 olan düz bucaqlının tərəflərindən biri digərindən 3 cm böyükdür. Biz də bilirik ki, perimetr düsturu 2 vur A üstə gəl B-dir. Qoysaq yerinə olacaq 2x plus 3 bərabərdir 9, x də bərabərdir 6 da 2-yə böləndə 3. Biz də x-i 3 tapdıq. Bizdən ikisi tərəfin uzunluğunu soruşurdu. Cavab C variantı. Yəni, bura 3 oldu, bura 6 oldu. İkisi tərəfi cavab oldu 3. 6-cı sual. Düzgün 6 bucaqlının daxilini çəkilmiş. Daxilini çəkilmiş çevrən radius düsturu A şüşətdə 3 bölü 2-də 6 bucaqlıdır. Bu da bərabər imiş 2 şüşətdə 3-ə. Onda A nəymiş? 4 imiş. Deyir, xarici çəkilmiş çevrən radiusunu tapın. Deməli, yazıda bir şey saxlayın. Daxilini çəkilmiş çevrən radiusu A şüşətdə 3 bölü 2-dir. Xarici çəkilmiş çevrən radiusu tərəfin özünə bərabərdir. Cavab olacaq A variantı. 7-ci sual. Deyir ki, şuralar bu yəni şifahidir. Baxan kimi biz bilməliyik. AYB 12-dirsə, onda proqramın sahəsi olacaq 24D variantı 2 qatı. Bu qaydadır. 8-ci sual. 3x sıxılsın BY. Yəni bu düşünmür. O birisini əlləməyə heç gərək yoxdur. Bərabərdir 6. X sıxılsın 3y bərabərdir 2. Sonsuz sayda həll olanda biz demişdik ki, A1 x plus B1 y bərabərdir C1. A2x plus B2 y bərabərdir C2. Nə zaman sonsuz sayda həlli var? Bunlar hamısı bir-birinə bərabər olanda. Onda 3 böl 1 bərabərdir mənfi B böl mənfi 3 bərabərdir 6 böl 2. Bunu mən çarpaz vursam, olacaq B bərabərdir deməli 9-a. B bərabər 9-a. Soruşalım, bununla bu həll edirəm. Mənfi 2B bərabərdir mənfi B də bərabər 9-a. Deməli, cavabımız nə olur? 9 B variantı. Keçdim 9-cu suala. Bu oxşarlıqdır. Biz bilirik ki, paralel şərti verib. Bu şərt ödənir, paraleldirsə. Çarpaz uyğun bucaqlardır uşaqlar. Alfa uyğun, paralel olduğuna görə uyğun bucaqlardır.
Şərt belədir uşaqlar. Bizdən AD-ni soruşur. Burada x yazaq. Bettanın baxan üzü, baxın. Bettanın baxan üzü 4-dür. Burada isə böyük bucaqda isə 4 plus x-dir. Yazacağım 4-ün 4 plus x-ə nisbəti. Qammanın baxan üzü 6-nın 9-a, baxın 9-a nisbətinə bərabərdir. Bu da cavab yiyəcək 2. D variantı. X tapdıq 2. Keçirəm 10-cu suala. İlk 60 natural ədəddən 3-ə bölünənləri A çoxluğunda 60 ədəd içərisində 3-ə bölünən neçə ədəd var? 60-ı 3-ə bölərəm 20 ədəd var. Yəni deməli A çoxluğunda ümumi 20 ədəd var. 5-ə bölünənlər 60-ı 5-ə bölərəm 12. Deməli B-də isə 12 ümumi 12 çoxluq olmalıdır. Bəs ortada isə həm 5-ə həm 3-ə bölün olmalıdır, 15-ə bölün olmalıdır. 4 edir. Deməli bunların kəsməsi 4-dür. 20-dən 4 çıxıram 16, 12-dən 4 çıxıram 8. Bizə rənglənmiş hissəni soruşurdu. Rənglənmiş hissə bizə nə göstərir? 16-nın cavab B variantı. 11-ci sual. Usta işin 2də 1 hissəsini A günə 4-də 3 hissəsini isə B günə görür. Nisbəti tapın deyir. Yaxşı. 2də 1 B bərabərdir 4də 1 A. Yəni bu B bölü 2 bərabərdir A bölü 4 deməkdir. Yazıram 2A bərabərdir 4B. A da bərabərdir 2B. Fərz edək ki, bizdən də A bölü burada verilməyibdir. Biz biləcəyik də 2 bölü B 2 tapdım. Deməli bizə buradan B bölü A-nı soruşubmuş. Cavab 2də 1. Y variantı. 12-ci sual. Deyir ki, COB, uşaqlar, gəlin biz COB-yə bir x deyək, AOC-də bir y deyək. Baxın. Deyir ki, mənə x sıxılsın, y bərabərdir. Mən də bilirəm ki, x-in y-in cəmi nəyə bərabərdir? 180-ə. Onda x nəyə bərabərdir? 110. Y də bərabərdir 70-ə. Məndən də AOC-ni soruşur. AOC-də y-dir 70. Cavab D variantı. 13-cü sual. Deyir ki, ABC üçbucağında ABC, AB 15, BC 15, AC 18 bərabər yanlı üçbucağa çəkilən bizə nə soruşur? B üçbucağının daxilini çəkilmiş çevrəyə qədər məsafəni tapın. B təpəsindən üçbucağın daxilini çəkilmiş B təpəsindən üçbucağın daxilini çəkilmiş çevrəyə qədər məsafə. Uşaqlar, bizə nə soruşur? Baxın, buranı soruşur. Balaca hissəni soruşur. Biz birinci nə edək? Bizə düstur var da, biz nə bilirik? Üçbucağın, ixtiyari üçbucağın daxilini çəkilmiş çevrənin radius düsturu A üstə gəlsin, B üstə gələcək, böl 2 isti. Aha. Mən də nə bilirəm? Mən də bilirəm ki, bərabərin üçbucağı çəkilmiş hündürlük həm tənbəlin, həm mediandır. Yəni, burada 9, 15 olarsa, Pifaqor terminə görə 225 çıx 81, 144. Deməli, bura nə imiş? 12 imiş, ümumi. Baxın, ümumi 12 imiş də, ümumi. Onda bunun sahəsi nədir? Axı, bizə sahə lazımdır. A plus B plus C-ni bilirəm. Perimetri bilirəm. İndi bizə sahə lazımdır. Sahə də bərabərdir. 18, ümumi 18 vur hündürlük. 12 böl 2. Yəni, 18 vurulsun 6. Bu da elədi 108. Uşaqlar, baxın. Aha. 30, 48 bölünsün. 2 vur 108. Biz də bu ixtisarləsək. Mən burada düsturu səhv yazmışam. Düsturu səhv yazmışam. Hə, tərsini olmalıydı. Bu düzəlteyim. Deməli, uşaqlar, burada olacaqdı. 2 bölünsün A plus B plus C. Aha. Biz də sahəmiz tapdıq 108 bölünsün 48. Bununla bu getdi 24. Bununla bu 12'ye geçsin. Burada 2 qalsın, burada 9 qalsın. Cavab edəcək 4,5. Deməli, biz nə tapmışıq hələ? Biz tapmışıq, uşaqlar. Biz tapmışıq radiusu. Çaşmayaq. Biz tapmışıq nəyi? Radiusu. Deməli, ümumi 12 idi, düzdürmü? Ümumi 12 idi.
Radius tapmışam 4,5. 4,5 9. 12-dən 9 çıxan cavab necə eləyəcək? 12 çıxılsın 9 3 eləyir. Bizdən B təpəsinin üç bucağının daxilinə çəkilmiş çevrəyə qədər soruşur. Uşaqlar, əslində burada cavab olmalıydı 3. Deyəsən radiusu verib, radiusu tapdılar buradan. Ola bilər sualın cavabını səhv veriblər, ya sualı səhv veriblər. Cavab 3 olmalıdır. Keçirəm 14-ə. Uşaqlar, buradan basayla 1, 2, 3, 4. 1, 2, 3, 4. Elə bu 63 bölü 7 deməkdir. Cavab 9-dur. Bəs hardan bildik? Çünki ikisi eyni saydadır. Başqa uşaqlar, əgər bölə bilmirsinizsə, elə adi kəsr kimi yazın. Çünki imtahanda daha dəqiq olun. Görəcəksən ki, burada cavab 9-dur. Yəni, əgər çətin çəkirsənsə. Eyni sayılar deyə cavab oldu 9. Vergüldən sonraki rəqəmlərin sayı eyni olduğuna görə. Deyir, bölən 9, natam qismət 8, qalıq 3-dür. Deyək ki, bura bir dənə A. Qalıq bölmənin düsturuna görə cavab 75, C variantı. 15-ə qalıqsız bölünür. 15-ə bölünməsi üçün həm 3-ə bölünməlidir, həm 5-ə bölünməlidir. Bizdən x plus y-in ən böyükdür. Onda biz y-i 5 götürək. Yəni 5-ə bölünməsi üçün ya 0 sonu ya da 5 olmalıdır da. Biz y-i 5 götürdük. 3-ə bölünməsi üçün rəqəmlərin cəmi 3-ə bölünməlidir. Onda yazaram x üstə gəl 1 üstə gəl 5 oldu 6 plus x. X-in də ən böyük qiyməti 9 olur da. Onda y-i 5 götürdük. X-də 9 götürdük. Cavab oldu 9 plus 5 ən maksimum qiymətləri götürmüşük. Cavab 14. 0,8 hissəsi 60. Deyək ki, 0,8 hissəsi 64 olan ədədin, yəni x-in 0,6 hissəsini tapın. Buradan birinci 64-ü 10-a vurub 8-ə bölsəm, olur 80. 80-in də 10-da 6 hissəsini tapsam, cavab eləyəcək nə? 48. 18-ci sual. Düz xət üzərində 5 nöqtə qeyd olun. Parçaların sayı 2 endi uşaqlar. 2 vur 5 bərabərdir 10 düsturu var bunun. 19-cu sual. Taxta 12 bərabər hissəyə bölünüb. Əgər bu taxta 10 bərabər hissəyə bölünsəydi, uşaqlar, belə deyim, taxta x-dir. 12 bərabər hissəyə bölünüb. Deyir, əgər bu 10 hissəyə bərabər, x 12 bölündə ayılıb. Deyir, əgər 10 hissəyə bölünsəydi, alınan hər bir parçanın uzunluğu o 5 cm daha böyük olardı. Onda biz buradan yazırıq x bərabərdir 12, buradan da x bərabərdir 10a plus 50. X-ləri bərabərləşdirsək, olacaq 2a bərabərdir 50. A nəyə bərabərdir? 25-ə. Biz a-nı 25 tapdıq mı? Bəli. Deyək, taxtanın uzunluğu neçə santimetrdir? Taxtada x-dir. Fərq yoxdur, hər hansı birində. 12 vur 25-i tapsam, bu deyəcək 300. Taxta 300 santimetrmiş. Uşaqlar, ya burada, ya da burada yerinə qoyuram. Cavab alınır nə? Olur 300. Keçirəm 20-ci suala. -1 çıx, -3, -4-ün kvadratı çıx, -1. Baxın. Mənfi ilə mənfi toqquşdu. Düzdürmü? Oldu müsbət 3. Üstə gəlsin. 4-ün də kvadratı deyil, 16 mənfinin kvadratı. Mənfi 2 moduldadır 2. Bir də modulda müsbət çıxır. Bu çıx, bu çıxmadı. Yəni 1-in mənfisi falan deyil. Bunun özü müsbət 1 çıxdı. Müsbət 1 ilə mənfi toqquşdu, mənfi 1. Məxrac oldu 1. Bu da oldu 18. Çünki mənfi 1 ilə 3-ün cəmi 2 eləyir. 2-nin üstünə 16, 18. Cavab oldu 18. 21-ci sual. Uşaqlar, burada içəri vuran mötərizən olacaq. 2 vur 72. Baxın, belə. Üstə gəlsin 32 vur 2. Üstə gəlsin 2 vur 2.
Bu 144 elədi. Bu 64 elədi. Bu da 4 elədi. 144-dən 12 çıxır. Buradan 8 çıxır. Buradan da 2 çıxır. Toplayanda cavab nə olacaq? 22. 22-ci sual. 22-ci sual. X-in kvadratı çıxılsın 8x plus 12. Bizim bərabərsliyi ödəməyən ən böyük təməl soruşur. Diskriminantı tapsam. Altı 2 tapdım. Olacaq x çıxılsın 6, x çıxılsın 2. Mənfi. İnterval çəkirəm uşaqlar. Heç birini almır. İçi boşdur. 8 qoyuram müsbət, mənfi, müsbət. Bizdən nə soruşur? Müsbəti soruşur. Deyir ödəməyin. Ödəməyin 2 6-dır. Ən böyük tam qiymət. Axı 6-da almır uşaqlar. Ödəməyən ən böyük tam qiymət cavab olacaq 6. Yəni bunun ödəməyən qiymətləri 2 6 idi. Cavab oldu 6. 23-cü sual. Deyir ki, tənböləndir. Bura 2-dir, bura 4-dür. Bizə bilirik ki, tənbölən xassəsində bura 2K, bura 4K deyə bilərəm. Onda Pifaqor teoreminə görə 2K-nın kvadratı plus 6-nın kvadratı bərabərdir 4K-nın kvadratına. 36 bərabərdir 16K-nın kvadratı. 12K-nın kvadratı. 36K kvadratı bərabərdir 3-ə. Bizdən AD-yi soruşur uşaqlar. K kvadratı üstü AD-dir bir y desəm, bax AD buradadır, düzdürmü? Onda yenə Pifaqor teoreminə görə 2K-nın kvadratı, üstə gəlsin 2-nin, bax bu 3 bucağa görə danışıram artıq. Bax mən bu 3 bucağa baxıram. 2K-nın kvadratı plus 2-nin kvadratı bərabərdir y-in kvadratına. 4K-nın kvadratı plus 4 bərabərdir y-in kvadratı. Şöyle K-nın kvadratı nədir? 3-dür də. Yerinə qoysam, olacaq 16 bərabərdir y-in kvadratı. Onda y-də bərabərdir nəyə? 4-ə. Bizdən də AD-yə soruşurdu. Cavab 4. 24-cü sual. Üçbucağın iki medianı bir-birinə perpendikulyardır. Fərz elədik. Uzunluqları 6 və 8 cm olarsa üçbucağın sahəsini tapın. Uşaqlar, bu hazır düsturdur. Düstur budur ki, uşaqlar, S bərabərdir. 3-də 2 vurulsun, 6 vur 8. Yəni, belə deyim də, 3-də 2 bərabərdir. M1 vur M2. Düsturun hesablanır. 48 3-ə bölürəm 16. 16 dəfə 2 cavab 32. 25-ci sual. Diaqramda ailənin aylar üzrə təbii qazdan istifadə miqdarı verilmişdir. Olası 4 ay ərzində təbii qazın neçə manat ödəyir? Deməli, aprel ayı 15, may ayı 30, iyun ayı 10, iyul ayı 25. Birinci bunları toplayaram. 4 ay ərzində deyir. 45, 55, 80. Deməli, ümumi 80 kubmetr qaz istifadə olunub. 0,1-ə vursam, bu deyəcək nə? 8 manat. Deməli, 8 manat 4 aya pul ödəməlidir. Cavab oldu 8. Çox sağ olun baxdığınız üçün. Təşəkkür edirəm.